İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaqdır. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi. Şəvəri çox nəs bir tarixdə dünyaya göz açmışdı. Hicri 1313-cü ilin Səfər ayının 13-ü. 3 nüsxədə, 3 kölgədə nəs 13 rəqəmi deyilənə görə bax bu nəs taleyli Cəfər Pişəvərinin bəxtsizliyini xalq necə aradan qaldırmaq istəyirdi. Uşaqlıqda bir tərəzi qururlar, tərəzinin bir gözündə 30 dururlar Mir Cəfəri, digər tərəfində isə buğda qoyurlar, ehsanlıq, yaxud bayram sovqatı 7 il bax bu cür o nəs rəqəmini aradan götürmək istəyirlər. Bax o boş tərəzi gözünə xalqımız təkcə bayram sovqatları yaxud buğda ehsanı qoymadı. Canlı övladlarını, oğullarını, qızlarını bir neçə nəsil, 40 nəsil qurban verdi Azərbaycan. Əlimizə yeganə bir sənət düşüb o Pişəvərinin qətli ilə və yaxud belə deyək, təbii ölümü ilə, yaxud süni ölümü ilə bağlı bir fotodur. Ola bilər ki, tədqiqat zamanı operativ foto deyirlər, əməliyyat fotosu. Burada NKVD işçisi əlində tapanca TT, onu tuşlayıb düz 2 nəfər. Bəli, şəkildə siz o 2 nəfəri görəcəksiniz. Bir nəfər elə Pişəvəriyə də bənzir. Digəri onun sürücüsünə ancaq avtomobil Büyük modelli avtomobil məhz Pişəvərinin, bəli, firuzəyi rəngdəki bax o avtomobilidir. Özünüz rəy verin. Nələr baş verir 1947-ci ilin iyul tarixində Yevlaxın 4 yol ayrıcında.